Ya da yox, həm soğan vurma. Ne salam belə. Yox, birdən qız çağırar da mən, görüşə çağırar, ayıbdır. Hoş oldu. Sağ ol, əmi. Həm çoxdan işlədirsiniz buranı. 15 euro var. Və bunun da adı niyə belədir? Ne var ki? Bunun da adı pisi axı. Dalı pisi. Al bundan bir üstə al. Çox xoşuna gəlir. İnan səmimiyyətimə mən sizdən qəşəng düzəldirəm. Yaxşı Xoşuma gəlmədi, yəni. Bu da xoşuma gəlməsə sizə Səhiyyə Nazirliyinə şikayət eləyəcəm. Yaxşı eləyəsin. Nə qədər eləyir? Saat 90 ver. Amma xoşuma gəlməsə pulumu geri alacam. Aynı şeydir də, qaqaşa da uzatacaq. Sən dedi, xoşuma gəlməksə mən deyiləm. Ağız dadıma uyğun deyil də. Ağız qazma uyğun dönərini almaz. İndi ona da baxıram da, vəssalam da. Düzəl usta, düzəl. Ya da vəbşə istəmirəm. İstəmirsən ha? Niyə əsəbləşirsən ki sən, əmi? Niyə əsəbləşir də? Nə danışıram ki, normal şəkildə danışıram da. Sağ salam. Gəl keçək, mən də bir dənə dönər düzəldiyim, verəm müştərilərə. Xoşuna gəlsə orada nə qədər ət var, hamısını pulum verirəm. Yaxşı, get. Razı usta. Get qaqaş. İndi sən usta deyirsən, o mənim problemim deyil ki. Sağ salam. Mən gəlləm yemək yeməyə də, düzdür, sən başqa dönərəm. Allah eləməz. Acmışam ki, gəlləm çörək yeməyə. İndi bu mənim ağız dadıma uyğun deyilsə, o məndən aqressiv danışmalıdır, yoxsa necə? Sən düz danışmırsan. Necə danışım? Dönüm xoşuma gəlmir də. Mənim ağız tadıma uyğundur. Sən ağzını neyniyək biz? Nətərəcə uyğun olsun? Ağız dadıma uyğun deyil də mən. Neyniyim sənin üçün də ağız tadıma uyğun olsun? Sizlə bir problemim yoxdur ki, mənim usta ilə problemim var. Usta da bizim ustadır da. Mən də qayıdıb deyirəm ki, Gələn mən səni yeriyə düzəldim. yerivə Bir düzəldirəm. adam hamısı alır, bir adam girməz, indi o səndə gəldi. Gözəl insan. Deyirəm ki, mən sənin yerivə dönər düzəldirəm. Allah lazımdır. Hal-hazırda mən sənin kimi usta ola bilməsəm də, normal şəkildə bu işdən də anlayışım var. Mən sənin yerivə keçirəm, orada dönər düzəldirəm. Bir nəfər bəyənməsə, əti qoyursan kiloya, artıqlamasının 2 qat pulum verirəm. Sənin baş gözünür. Get bir dənə yiraq. İşlətmə də, onda bağla çıx get Bir də. dənə yiraq işlətsən, hə? İşlədirəm də. Və o da nəyə danışsan? İndi bəs mənim pulum nə olacaq? Şunu deyil burada. Yemirəm də, xoşuma gəlməz. Niyə? Onda belə çıxır ki, hər müştəri xoşuna gəlməyəndə pulu batır, alırsınız. Səninlə bərabər qaqaş da gedir. Mən gəlməmişəm burada qarın doyuzdurmağa, hər obyektdən bir şey alım, şey eləyim. Yaxşı, Gözəl insan. Prost sadəcə bir şey demək istəyirəm də. Yaxşı, deyəlim ki, bunların indi mayonezin vurursan, duzlu xiyarın vurursan, düzdür, hamısının yerindədir. Allah köməyiniz olsun. İndi mən bundan zəhərlənsəm nə olacaq? Sən zəhərlənsən, gələrsən, mən sənə müalicə verirəm. Gələnməyəcəm, mən səni sonra hardan tapa biləcəm. Mən gələrəm. Onda ver də nömrəni sən mənə.